Salamlar herkese. Bugün sizinle 5 sinif 8 5.2 oksidlərə beraber baxaq. Bir de bunu qeyd edim ki, bu tipli suallar izah etdiyim mövzu ki, summativ qiymətləndirmə 5-ə düşə biləcək hissələrdir. Ona görə dediklərimi dəftərə qeyd edin və başlayaq. Oksidlər. Birinci oksidlər nədir? Oksidlər uşaqlar iki elementdən ibarət birləşmələr. İki element deyirəm, atom demirəm. İki elementdən ibarət olan birləşmələrdə oksigenin oksidləşmə dərəcəsi -2 olarsa, bu birləşmələr oksidlər adlanır. Məsələn yazıram. Bura yazıram. Kalsiyum O. Kalyum 2 O. Natrium O. Baxın, iki elementdən ibarət, düz deyil. H2O-nu yazım, H2O. Kalsiyum, oksigen, kalyum, oksigen, natrium, oksigen. İki elementdən ibarətdir. Bu birləşmələrdə oksigenin oksidləşmə dərəcəsi -2 olarsa bu oksid adlanır. Kalsiyum 2 valentlidir, müsbət 2-də oksidləşmə dərəcəsi, oksigen -2 eləyəsidir. Birləşmə 0 olsun deyə. Kalyum müsbət 1, müsbət 2, oksigen də -2 eləyəsidir. Natrium müsbət 1, burada yanlış yazmışım, natrium 2 olasıdır. Oksigenin valenti 2 olduğu üçün natrium 2 olasıdır. Natrium müsbət 1, oksigen -2 olasıdır. Hidrogen müsbət 1, oksigen -2 olasıdır. Deməli, bunlar nədir? Bunlar oksidlərdir. Çünki oksigenin oksidləşmə dərəcəsi neçədir? -2-dir. İki elementdən ibarət olan birləşmələr var ki, bunlar oksidlər deyirlər. Və oksigenin oksidləşmə dərəcəsi -2 deyil. Bunlara hansılara aiddir? Peroksidlər. Peroksidlər. Məsələn, hidrogen peroksid. H2O2. Bura baxaq. Oksigenin oksidləşmə dərəcəsinə baxaq. Baxın, hidrogen müsbət 1-dir. 1-i 2-yə vurdum, müsbət 2. Deməli, oksigen də -1 olmalıdır ki, bu birləşmənin cəmi 0 olsun. Məsələn, natrium 2, onu yazıram. Burada natrium müsbət 1-dir, oksigen də -1 olmalıdır ki, bu birləşmə 0 olsun. Deməli, peroksidlər də -1-dir və bu birləşmələr oksidlər deyirlər. Həmçinin bura kalyum O2-ni də yaza bilərəm ki, bu da peroksidə aiddir. Burada da oksigen, bu birləşmə də oksid deyil. Bir də superoksidlər var uşaqlar. Superoksidləri də yazaq. İndi onun bu superoksidləri yazaq. Superoksidlər hansılardır? Məsələn yazaq. O, flor 2. Baxın. Florun elektron mənfiliyi oksigendən çox olduğu üçün flor -1 olasıdır. 2-ni vurdum -1-ə, -2, oksigen də müsbət 2 olasıdır. Baxın, burada da oksigenin oksidləşmə dərəcəsi müsbət 2 olur. Yəni, superoksidlər, peroksidlər oksidlərə oxşasalar da ancaq oksid deyirlər. Oksidin olması üçün oksidləşmə dərəcəsi -2 olmağı mütləqdir. Baxın, uşaqlar, indi bura. İndi oksidlərin alınma reaksiyalarına baxaq. Alınma reaksiyalarından ən çox qarşımıza çıxası, məsələn, elementin oksigendən yanma reaksiyasıdır. Məsələn, yazaq. Maqnezium oksigenlə yanır, reaksiyaya daxil olur və maqnezium oksid əmələ gəlir. Burada 2 yazırıq bura, burada 2 yazdığımız zaman maqnezium da 2 valentlidir. Ona görə maqnezium bu şəkildə olur. İndi baxaq başqa. Karbonun oksigenlə yanma reaksiyasından karbon dioksid əmələ gəlir. Bu da oksiddir. Hidrogenin oksigenlə yanma reaksiyasından H2O əmələ gəlir. Bu da oksidlərə aiddir. Həmçinin kalsiyumun oksigenlə reaksiyasından kalsiyum oksid əmələ gələsidir. Burada 2 yazırıq və reaksiyamız bu şəkildə olur. İndi başqa elementləri yazaq. Məsələn, natrium. Natriumun oksigenlə reaksiyasından uşaqlar oksid əmələ gəlmir. Natrium 2, O2. Peroksid əmələ gəlir.
Burada oksid əmələ gəlmir. Kaliumun oksigenlə reaksiyasından kalium O2 əmələ gəlir. Burada oksid əmələ gəlmir. Burada da yenə superoksidlər əmələ gəlir. Deməli, natrium və kalium aktiv metalların oksigenlə reaksiyasından oksid əmələ gəlmir. Bir də pasiv metallar var ki, bunlarda da oksid əmələ gəlmir ki, bunlar çünki oksigenlə reaksiyaya girmir. Gümüş olsun, qızıl olsun, platin olsun, bunlar oksigenlə reaksiyaya daxil olmurlar. Bunları qeyd edin. Bunları qeyd edin. Baxın. Pasiv metalları qeyd edin. Skrin edin. Sonra burada natriumla kaliumun reaksiyasını qeyd edin ki, burada oksid əmələ gəlmir. Bu isə. Bəli. Baxın, iki cür oksidlər var. Metalların əmələ gətirdiyi oksidlər, bir də qeyri-metalların əmələ gətirdikləri oksidlər. Bunları necə adlandırasıq? İlk öncə metalların oksidlərinə başlayaq. Metalların əmələ gətirdiyi oksidlər. Metalların əmələ gətirdiyi oksidlərdə nəyi bilmək lazımdır? Valentliyi bilmək lazımdır. Əgər metal sabit valentlidirsə, metalın adı bir də oksid sözünü əlavə edirik. Məsələn, kalsium O yazıram. Kalsium sabit valentlidir. Və yazıram bu oksidin adı kalsium oksid olasıdır. Kalsium metalın adı bir də oksid sözünü əlavə edirəm. Tamam. İndi natrium 2O-nu yazaq. Burada natrium oksid deyəsiyəm. Natrium oksid deyəsiyəm. Çünki natrium da sabit valentli elementdir. Məsələn, başqasını yazaq. Nə yazaq? Kalsium O yazaq. Barium O yazaq. 2 valentlidir. Barium sabit valentlidir. Yenə də barium oksid deyəsiyik burada. Barium oksid adlanasıdır. Məsələn, indi dəyişkən valentli elementlər deyək. Məsələn, dəmir 2 O3. Baxın, dəmir 2 3 valentlidir, sabit deyil, dəyişkən valentlidir. Burada dəmir 3 valentli olduğu üçün yazırıq dəmir 3 valentliyini bir də oksid sözünü əlavə edirik. Başqa nə yaza bilərik? Misi yazaq. Mis dəyişkən valentlidir. 1 və 2 valentli ola bilər. Burada da olasıdır. Mis 2 oksid. Deməli, valentliyini də qeyd etdik. İndi qeyri-metalların əmələ gətirdiyi oksidlərə baxaq. Onların adlandırması bu şəkildə də ola bilər. Ancaq ən çox Yunan adlarından istifadə olunur. Əgər qeyri-metalın və oksigenin sayı 1-dirsə, buna mono deyəsiyik. Mono. Əgər 2-dirsə, di deyəsiyik. 3-dirsə, tri deyəsiyik. 4-dirsə, 4 olarsa sayı tetra deyəsiyik. 5-dirsə olasıdır penta. 6-dırsa heksa. 7-dirsə hepta olasıdır. 7-dirsə, əgər elementin sayı 7-dirsə, atomun elementin sayı 7-dirsə hepta adlanasıdır. Məsələn, yazaq. Burada qeyd edək. Bunları qeyd edin. Bunlar mütləqdir. Metal oksidləri bu 100% düşərgəsidir. Summativ qiymətləndirmə 5-ə metalın oksidləri, adları və qeyri-metalların adlandırma şəkli. Bunlar mütləq düşərgəsidir. İndi baxaq. Yazırıq. N2O-ya. Bunun adı nə olasıdır? Diazot monooksid olasıdır. Mono. Bir dənə oksigen, 2 dənə azot olduğu üçün. Oksid. Diazot monooksid. İndi yazırıq. P2O5 yazaq. Difosfor 2 dənə olduğu üçün. Fosfor oksid, trioksid. 3 dənə olduğu üçün trioksidi yazırıq. Məsələn, yazaq. Xlor 2O7-ni yazaq. Xlor 2O7. Dixlor heptaoksid. 7 hepta olduğu üçün deyilir. Deməli, bunlar da bu şəkildə adlanır. Bir də tarixi adları var. Tarixi adlarımızdan, məsələn, baxaq. Karbon O2 olasıdır, karbon qazı. Bunları da qeyd edin, karbon qazı. Karbon monoksid olasıdır, dəm qazı. Dəm qazı olasıdır. Sonra H2O olasıdır, su.
Kalsiyum oksidi olası sönməmiş ahəng. Məmiş əhəng. Bir də NO2 olasıdır. NO2 olasıdır şənləndirici qaz. Bunları qeyd edin. Sonra baxaq. Oksigenin alınma reaksiyalarına baxdıq. Litiumun reaksiyasından da əmələ gəlir. Litium 2O-ya əmələ gəlir. Bir də metanın yanma reaksiyası var ki, metanın yanma reaksiyasından karbon qazı əmələ gəlir, su əmələ gəlir. Yəni 2 gül oksid əmələ gəlir. Sink sulfidin yanmasından sink oksid əmələ gəlir. Sink və kükürt dioksid əmələ gələsidir. Yəni hər metala uyğun bir oksid əmələ gələsidir. Bir də burada bir reaksiya verilibdir. Burada piritin yanmasıdır ki, burada olan maddəmiz 4S2 dəmir S2 olasıdır. Yanma reaksiyasından dəmir 3 oksid əmələ gəlir, bir də SO2 əmələ gəlir. Burada yanan maddəmiz dediyim kimi pirit adlanır. Dəmir S2 olasıdır. Sonra isə burada oksidlər var. Burada adlandırması var. Bəli. Burada da məsələn, xrom burada bilirik ki, 6 valentlidir. Xrom 6 oksid deyilir. Xrom metaldır. Dəyişkən valentli metaldır. Ona görə də xromun adı valentli, sonra da oksid sözü deyiləsidir.